Biz axı analar olaraq evladlarımızı çox uzun zaman buraxmırıq da. Yəni Sədaqət xanım dedi, düz deyil. Biz bir-birimizə uşaqlarımızın 25 yaşı var, hələ də qarışırıq. Nə yedi, nə içdi, neçədə gəldi, neçədə getdi. Bu o qədər bizim qanımıza işləyir ki, biz artıq onlar evlənəndən sonra da o total kontrolu davam elətdirməyə başlayırıq. Bu da yekunda əlbəttə ki, bu cür kimi problemlərə gətirib çıxardır. Siz deyirsiniz ki, mən öz uşaqlarıma bu tərbiyəni verdim ki, yəni qaynanan, evdəki qaynatan, amma indiki zamanda qarşı tərəf deyir ki, sənə bir şillə vurdu, gəl. Qapı açıqdır. Əvvəl deyirdilər ki, gəlmə, indi deyirlər gəl. Amma zamanında da bizim adət-ənənəmizdə qızı evdən köçürdəndə əlaqə pozulurdu. Qıza nəsihət verirlərdi ki, gedirsən evdə, yəni sən artıq o ailəyə məxsussan. Geri qayıtdı yoxdur. Əşya kimi də yəni hətta. Geri qayıtdı yoxdur. Yəni biz bunu əşya kimi başa düşsək də, amma doğru tərbiyə edik. Sən o ailəyə gedirsənsə, onların qaydalarına hörmət eləməlisən. Maraqlı mövqe. Bəli, hörmət eləməlisən. Gəl deməliyik, qal deməliyik. Zorakılıq zamanında əlbəttə ki, gəl. Çünki zorakılığın qurbanı yekunda ölüm ola bilər. Sonra nə qədər insanlar şikəst qalıb, qadın da, kişi də ola bilər bunların arasında. Əgər zorakılıq mövcuddursa, orada qal faktoru ola bilməz. Heç bir şəkildə. Heç bir qadın zorakılığa dözməməlidir. Yəni kişi əgər o hesab eləyirsə, mən zorakılığa dözməklə ailəmi qoruyuramsa, o ailəsini əksinə məhv eləyir.